Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 1 mart 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Yeni ayımızın ilk günüdür. Qoy düşərli olsun, uğurlu olsun, səmərəli olsun. Bugün həm də bazardır. İstirahət edənlərə can sağlığı arzulayıram, gözəl dincəliş arzulayıram, gözəl istirahət arzulayıram. Ramazan günləridir. Qoy Ramazan da hər kəsə bərəkət gətirsin, sevinç gətirsin, sağlamlıq gətirsin, ruzi gətirsin inşallah. Kim oruç tutursa, ibadət edirsə, Allah onların orucunu, ibadətini qəbul eləsin. İftar verənlərə can sağlığı, duaların, niyyətlərin Allah dərgahında qəbul olunmasını arzulayıram. Və bugün bazar günüdür. Hər bazar bilirsiniz ki, bizim Cəhbət TV YouTube kanalında həftəlik proqnozlarımız efirdə olur. Son bir ilin ən uzun proqnozları olacaq. Vaxt baxımından da, informasiya baxımından da. Yəqin ki, baxarsınız, hər bazar günü səhər saat 11-dən artıq efirdə olur. Yəni, bugün siz axşamda baxa bilərsiniz ona. Problem yoxdur. Əsas odur, gələn həftənin proqnozları da həftəlik planlar üçün çox səmərəlidir. Bazar günü bizim klip vaxtımızda olur, klip saatı deyək. Bir klipi yerləşdirməyə, yəni hazırlamışıq. Klip deməyək, musiqi. Mənim sözlərimə yazılmış musiqi. Çalışıram səmərəli olan, bəziləri olur, xoşuma gəlmir, süni intellektlə yaradılan. Amma birini çoxdan musiqi hazırda, amma o qar yağmadı. Mən bir aydır, yanvardan gözləyirəm, qar yağsın, ancaq o qar da almadı. Məcbur olub başqa format seçdik. Yəni, heç arada ki, rayonlara da dedim, qarları göndərsinlər, çəkim. Hamısı əstirdi, yəni o peşəkar klip üçün alınmadı. Elə şəkillə, bir şəklin üzərində sadəcə musiqimi verdim. Başqa cür də ola bilərdi. Birazdan qar olmayacaq, gözləyək gərək gələn ili. Amma mahnı da gedir, bilmək olmur, bir ilə nə baş verəcək, nə olacaq ona görə. Belə, yəni klip saatımız da olacaq, həftəlik proqnozlar da olacaq Cəhbət TV kanalında və görək bu bazar günündə, bu ayın ilk günündə nələr gözlənilir. Çox mübarək aydır. Həm Novruz, həm çərşənbələr, həm belə Novruz bayramının özü, Ramazan bayramı, Qədir gecələri, nə gözəl. Gözəllik budur, bu bərəkət dolu gəlir. Hətta bu ayinləri, bu ənənələri, bayram və müqəddəs günləri nəzərə alan dünyada çox da aləmi qarışdırmaq istəmirlər, çəkiliblər bir qırağa. Çünki şeytan da zəncirə vurulub. Hər halda düşünürəm ki, hər şey gözəl olacaq. Gəlin görək bu bazar günü nələr gözlənilir. Qoç bürcü. Sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyiniz vacibdir. Elçin Aloğlu demişək, indi çevirək öz dilimizə, görək nə deyir. Sizə yəni irad bildirən, sizi danlayan, sizdən şikayət edən adamlar varsa, üzünüzə qarşı. Əgər o doğru sözlər deyirsə, əgər doğrudan da belədirsə, qıcıqlanmaq yox, yəni münasibətinizi xoş şəkildə bildirməyiniz asıldır. Mütləq deyin, düz deyirsən. Böyük sözdür, düz deyirsən. Hə, razıyam, çalışaram düzəldim. Səndən səviyyəcə, yaşca aşağı olsa da o söz qarşı tərəfi bəzilər qudurdur, o heç. Amma daha çox Allah tərəfi yanaşsa, içində bir məmnunluq, insan sevgisi yaranır ki, bu cür adam mən ayrı cavab gözləyirdim. Bu qəfildə nə qədər sadə adam imiş. Həm də sizi müsbət mənada kəşf etmiş olar. Bütün hallarda öz fikrinizi deyin. Susmaq bugün sizin üçün susmaq qızıl deyil. Bir də sizi sevənlərə qayğı göstərməyiniz tövsiyə olunur. Buğa bürcü. Şanslarınız artsa da qarşınızda duran maneələri dəf etmək üçün özünüzdə təpər tapmalısınız, yəni güc tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırmalı, münaqişələrdən yayınmalısınız. Əkizlər bürcü. Təəssüf ki, ulduzların düzümü kifayət qədər yorğun bir gün yaşayacağınızı göstərir. Əsas odur, gərginlik, nə bilim o tragediyalar olmasın. Ona görə yəni diqqətli olmaq lazımdır, daha çox istirahətə yer ayırmaq lazımdır.
xüsusən də bazar günüdür, bunu eləmək yaxşı olar. Ağlınız kəsməyən, həmçinin riskli işlərdən uzaq olmaq da tövsiyə olunur. Xərçəng bürcü. Mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi də qaydasına salın. Çünki üzümüzə gələn həftə ola bilər, nələrsə olar. Sənədlər yerindədirmi, tutaq ki, turdavoy deyirlər, əmək kitabçası, ya başqa müqavilə, iş müqavilələri, CV, nə bilim, nədir? İndi burada 100 variant ola bilər. Mən bir neçəsini dedim. Sənəddirsə sənəd. Bəlkə adi bu qaz çekidir, işıq çekidir, orada nəsə anlaşılmazlıq var, bəlkə ondan gedir söhbət, yəni mən bilmirəm. Şir bürcü. Enerji və səhhətiniz qaydasında olduğundan ovqatınız da xoş olacaq. Odur ki, ciddi maniyə ilə gün ərzində qarşılaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə və ya köməksizə baş çəkməyinizi də tövsiyə edir. Ramazanda bunu eləmək böyük savabdır. Qız bürcü. Yaxın 10 gündə görəcəyiniz işləri mütləq bugün dəqiqləşdirir. Yəni, martın ilk dekadası üçün nə görəcəksinizsə, bugün artıq onu planlaşdırmaq yaxşı olar. İstənilən sövdələşmədə iştirakınız əhəmiyyətlidir və nəticəlidir. Vaxtınız varsa, məhəbbət amilini də gün ərzində yaddan çıxarmayın. Tərəzi bürcü. Durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözləyirsiniz. Əmin olun ki, göy qübbəsi sizi intizarda qoymayacaq. Ədəbi cümlələrlə yazmışım. Bəzi mətləbləri gerçəkləşdirmək üçün pul xərcləməkdən çəkinməyin. Pul ümumiyyətlə xərcləmək üçündür. Dağıtmaq üçün yox, xərcləmək üçün, təyinatı üzrə təbii ki. Əqrəb bürcü. Ulduzlar bugün işlərinizin çox olmayacağını, buna görə də rahatlığınızı bərpa edəcəyinizi xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiyə, sevməyə, sevilməyə həsr eləyin. Bugünkü dualarınız çox eləyin, qəbul olunan məqamdasınız çünki. Ox atan bürcü. Mümkün olsa bugün daha çox istirahətə yer ayırın. Bazar günüdür, düşünürəm ki, bunu eləmək olar. Çünki səfər və işgüzar söhbətlərdə az da olsa gərginliklər var. Ulduzlar başqalarının məsuliyyətini daşımağı da daşımamağı da tövsiyə edir. Anladınız, yəni, başqasının işini, dərdini sən niyə yükləyib daşıyasan ki? Belə, əgər özü layiq etsə təbii ki. Oğlaq bürcü. Saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər darıxdırıcı məqamlar yaşasanız da sonraki müddətdə aktivliyiniz artacaq. Müştərək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarınıza ciddi fikir verin. Su tökən bürcü. Qarşılıqlı münasibətlər zəminində qərəzli mövqe nümayiş etdirməyin. Yersiz qısqanclıq, tələsik qərarlar sizə başucalığı gətirən deyil. Bir qədər məxfilik prinsipinə söykən. Dəyərli dostlar, o oruçluğa görə bəzi sözlər adam dili tutmur. Çox üzr istəyirəm hamınızdan. Nəzər alın. Zorla deyirəm da, iftara həmişə elə vaxt çəkirəm ki, iftara qalır, nə bilim, yarım saat. Bax, indi harca 40 dəqiqədən də az qalıb. Bir təhər adam o son dəqiqələrdə biraz gücsüz olur. Bəzi ifadələri işlədə bilmirəm, dilimə yatmır, bəzən nəzər alın. Balıqlar bürcü. Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Hansısa sürpriz, inşallah deyək. Məsuliyyətinizi də bugün artırmalısınız. Çox məsuliyyətli olmaq tələb olunur. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.